Herkese yeni vlogdan salamlar. Bugün küçük bir vlog çekmek istedim. Səhər hazırlaşıram. İndi ilk önce saçlarımı darayıram. Daha sonra küçük bir makyaj edeceğim. Uşaqları aparacağım məktəbə. Tahiri icmaya yerləşdirəcəm. Royal da onun yanında qalacaq. Daha sonra isə Royalı məktəbə qədər hazırlayıb aparacağım. Üzümü toniklə silirəm, kiseləyirəm, bəlli deyil. Sil bitirmək bilmirəm. Hələ siləndən sonra da hər zaman təzədən pambığa baxıram ki, qoy görüm üzümdən nə qədər kir çıxıb. Daha sonra isə Faberlic-in yeni məhsulları ilə gündüz üz kremini çəkib üzümü nəmləndirirəm. Bu məhsullar həqiqətən çox gözəldir. Dərini çox gözəl nəmli saxlayır. YouTube'dan küsmüşəm, ona görə videoları az çəkirəm, çünki videolarım çox izlənmir, kəşfətə düşmür. Niyəsə bilmirəm, ancaq bir çox insanları izləyirəm. Çox tez bir zamanda kəşfətə düşür. Yoxsa burada da mı rüşvət işləyir? Burada sizi burnumla baş-başa buraxdığım üçün üzr istəyirəm. Güya burada istəyirdim ki, öncəsi sonrası çəkim, tujun effektini sizə göstərim, amma niyəsə telefonda yaxşı düşmür, mən çəkə bilmirəm onu. Faberlic'in bu pomadasını çox bəyənirəm. Çox təbii bir rəngi var, çox gözəldir. Dodağı da çox gözəl nəmli şəkildə saxlayır. Uşaqları da geyindirdim, evdən çıxdıq, gedirik məktəbə doğru. Və uşaqları məktəbə gətirdim, qoydum. Daha sonra isə gedirəm ofisə, Faberlic'ə. Dedim, rəhbərimlə bəzi söhbətlərim var idi, onları edim. Daha sonra da ofisdə düşündüm ki, biraz çəkilişlər edəlim. Ancaq təzəcə əyləşib oturmuşdum ki, zəng elədilər məktəbdən ki, Tahir ağlayır. Ona görə də məcbur yenidən məktəbə geri döndüm. İmkan verməzlər ki, bir yarım saat mənə nəsə başqa bir işlə məşğul olum, harasa gedim. Royal isə hər zaman kimi öz keyfindədir. Daha sonra anamgilə gəldim. Anamgilə gələkənsə televizorda nə görsəm yaxşıdır. Mənim videolarıma baxırlar. Zaten onlardan başqa mənim videolarıma baxan yoxdur. Daha sonra isə evə getdik. Hələlik.